Salam, hər vaxtınız xeyir olsun. Belə bir maraqlı məsələnin həllinə baxaq. Ozonator cihazından 10 mol oksigen keçirilir. Əmələ gələn qarışıqda qazların ümumi mol sayı götürülən oksigenin mol sayından 20% az olduğu anda tarazlıq əmələ gəlir. Tarazlıq sabitinin qiymətini müəyyən edin. Reaksiyaya gedən qabın həcmi 2 litrdir. Yəni V-miz 2 litrdir. Reaksiyanı yazırıq. Oksigen çevrilib ozona. Deməli 3 mol, 2 mol. Başlanğıcda 10 mol oksigenimiz var. Bunun başlanğıc səhv tarazlıq şəklində yazanda baxırıq ki, 3x qədəri çevrilib ozona. Yəni tarazlıq vəziyyətində 10 minus 3x qədər oksigen qalıb və 2x qədər ozon əmələ gəlibdir. Və deyir ki, əmələ gələn qarışıqda, yəni baxın burada, bu da eləyir 10 minus x. Buradakı əmələ gələn qarışıqda qazların ümumi mol sayı götürülən oksigenin mol sayından, yəni bax ondan 20% azdır. Yəni 10 minus x 80%-dir. 10'umuz isə 100%-dir. Tənliyi hesablayanda 1000 çıxılsın 100x bərabərdir 800-ə. Buradan da x-i tapırıq ki 2. Deməli 4, 10, 3 dənə 2, 6, 4, 2 dənə 2, 4. Tarazlıq vəziyyətində 4 mol oksigen, 4 mol da ozon əmələ gəlibdir. 4 mol da oksigen artıq qalıbdır. Həcm 2 litr olduğuna görə hər birini 2-yə bölürük və K tarazlığı tapırıq. K tarazlıq da bərabər olacaq 2 üstü 2, yəni 2 vurulsun 2, bölünsün 2 üstü 3-ə, 2 vur 2 vur 2. Bunlar ixtisar gedəcək, olacaq 0,5. Cavabımız olacaq B variantı.